proseslerin. Bu da ikinci hissə. Burada bak, bu gaz su cütlüyüdür bu. Bir qədər fərqlidir. Əksər qızdırıcılarda burada membran olur. Görübsüz, görənlər bilir. Görürsünüz, burada membran yoxdur. O mikrik deyilən o cihazda yoxdur orada. Nəyə görə? Çünki burada o məsələ başqa cür həll edilib. Bax, bu plastiklər ki var, bax, bu plastmaslar. Onun içində Gerkon deyilən relay var. Gerkon nədir? Bunu internetdə axtarıb baxa bilərsiniz. Deməli, buradan soyuq su daxil olur. Bax, bu üstünə Gerkon bağlanan. O yan ki, isti sudur, onu da termometr bağlanıb, termometrin sensorudur. Bax, o göy ki, bax, bu şunurlar ki gedir. Bax, bu termometrdir. Deməli, soyuq su buradan girir, gedir, oradan fırlanır, gaz yanır, qızdırır, suyu qayıdır isti su olaraq. Bax, bu boru ilə gedir sistemə, isti su sisteminə. O yanda görünən gazın borusudur. Gazın borusu bura birləşir. Buna elektromaqnit deyirlər. Sarığıdır, mis sarığı, dəmir içliyi var. Və onun içlik deyilən bir link var orada. Deməli, cərəyan veriləndə bu sarğıya aşağıdadır o klapanı, qaz klapanını açır. Link çəkilir, qaz klapanı açılır. Və qaz daxil olur, bax, bu ocaqlığa. Deməli, gəlir. Buradan bu hissədən daxil olur, keçir bura. Bax, bu qış yaz rejimidir. Bir tərəf vurursan qış rejimi, o bir tərəf yay rejimi. Məqsədi nədir onun? Deməli, qış rejimində bax, bu boru ki var, bax, bu boru. Görürsünüz? Bu borudan o tərəfdə də biri var. Bax, o da ora gedir. Ortadan qaz gəlir. Bunu fırlatmaqla bir tərəfi bağlamış oluruq biz. Qış rejiminə çevirəndə hər iki tərəfə qaz gedir. Yay rejimində bir tərəfə qaz gedir, digər tərəfə getmir. Bax, bunu həll eləyən, bax, burada pereklüçat eləyək. Və ocaqlıq, burada da şamlardır, alışdırıcı şam, bir də iyonlaşma şamıdır. Bu alovu görmək üçündür, alovu görür, o qığılcım verəni söndürür, alışdırıcını söndürür. İndi bu bədbəxtin başına nə gəlib, niyə şuluqluq eləyib bu? İndi onun məhkəməsini qurmuşam mən ki, bu niyə incidib sahibini, niyə bu hala düşüb? Və gəldiyim qənaət bu oldu ki, bax, burada çirklənmə olub, çirkli su ilə işləyib, çirklənmə olub. Bunun içində maqnit var, bu borunun içində. Deməli, o Gerkon üzərinə bağlanmış boru ki var. Orada çirklənmə olub. Və su gələndə maqniti qaldırır, maqnit aşağıda olur, su gələndə qalxır bura. Bunun burada olan vəziyyətdə qaz klapanı açılır. Aşağı düşən vəziyyətdə açılmır. Oraya cərəyan getmir, yanıma baş vermir, qoşulmur. Sönür və digər sözlə desək, sönür. İndi burada bu prosesdə çirklənmədən maqnit qayıdıb aşağı öz yerinə
düşmübdür, ilişib qalıb yuxarıda. Və klapan da açıq qalıb, qaz da gəlir, alov da var, başlayıb su qızmağa. Amma suyu bağlayıb adam, kranı bağlayıb, su axmır artıq, su yoxdur. Və bu borunun içində olan su buxarlanıb, böyük təzyiq yaradıb və böyük temperatur yaranıb burada. O böyük temperaturun hesabına bax, buralar bu günə düşüb. Bax, göstərdim birinci hissədə, bax o yumru kürələri görürsünüz, o qalaydı. Burada da görürsünüz, yanıb, bu alışıb, lakı yanıbdır bu naqilin. Amma burada ikinci bir bəla da var. Bax, bu çox əyani olaraq göstərirəm. Bax, bu ki var, bu termosensor. Bu çox vacib elementdir. Əgər bu işləsəydi, temperaturdan aşırı temperatur olanda bu dövrəni qırır və qaz da bağlanacaqdı, qurğu da sönəcəkdi. Amma bu da işləməyib. İki problem üst-üstə düşüb deyə bu hadisə baş verib. Bunu mən nə üçün üstə dayanmaq istəyirəm? Bir çox ustalar, bu tez xarab olan bir şeydir. Bunu götürürlər, birbaşa birləşdirirlər. Bax, bu naqilləri birbaşa birləşdirirlər ki, o artıq şeydir, ona ehtiyac yoxdur. Bax, əyani olaraq görün ki, o artıq deyil. Bax, bu cihazı məhv elədi. Bax, bunun işləməməsi. Bunun işləməməsi ucbatından bu məhv oldu. Çünki bu suyun çirklənməsi, çirkli olması və bu ola bilən bir hadisədir. Bax, elə o hadisələr olanda qorumaq üçün, cihazı qorumaq üçün bax, bu təhlükəsizlik elementini bura daxil eləyiblər. Bu vacib bir şeydir. Bunu siz imkan verməyin ustalar birbaşa birləşdirsin. Yaxud usta birbaşa birləşdirib gedə bilər, çünki əlində ehtiyat hissə yoxdur. Siz özünüz açıb bağlaya bilərsiniz. Deməli, 85 dərəcədə bu söndürməlidir. Temperatur burada 85 dərəcəyə çatanda bax, bu qəza sensoru qazı söndürməlidir. Cihaz ümumiyyətlə sönməlidir. Cihazın qidalanma dövrəsinə qoşulub bu, qidalanmanı dayandırır. Buna ciddi yanaşın. Amma bunun da bir balaca çətinlikləri var. Çünki bunların təmas səthi boru ilə, bax, bu cihazın, bu elementin daha doğrusu, təmas səthi təmiz olmalıdır, çirkdən filandan uzaq olmalıdır. Temperaturu, istiliyi yaxşı keçirməlidir. Çox vaxt ora termopasta çəkilir. Zavodda termopasta çəkirlər ki, paslanmasın və istiliyi keçirə bilsin. Paslanma da istiliyin qarşısını ala bilir, pis keçirir istiliyi. Ona görə termopasta çəkirlər. İndi bunun yəqin ki, termopastası da olub, amma özü hansısa səbəbdən xarab olub, yanıb qalıb, kontakt yapışıb, orada kontakt olmağına, kontakt yapışıb və burada bu qəza vəziyyəti yarananda bu yaramaz da tənbəllik eləyib, ayırmayıb onu ki, bu xarab olmasın. Bu qədər. Bir də bu diqqətlə baxın. Çünki bu modellər elə bil azdır. Məsələn, mən tək bunu da bu modelə rast gəlmişəm, bu Kirkonlu modelə. Görürsünüz, membran yoxdur orada. Membranın o dörtkünc qırışqa kimi korpusu var, onu da görmürsünüz. Birbaşa bax. Burada membran olmalıydı bu hissədə, yoxdur. Ona görə bu cür qızdırıcı kimdə varsa
Mən burada bir şey də görmədim. İzafi təzyiq klapanı görmədim burada. Və onu görmədim deyə tapa da bilmirəm. Və tanış da deyil mənə bu kifayət qədər. Bax bu giriş, soyuq suyun girişi ki var. Ora özümüz əlavə olaraq 3 barlıq klapan qoyun. İzafi təzyiq klapanı 3 barlıq su daxil olan yerdə ya çıxışa isti suya da qoymaq olar prinsipcə. Bu boruların birinə isti ya soyuq hissəsinə 3 barlıq klapan, izafi təzyiq klapanı mağazalarda satılır. 6 bar da olur, 3 bar da olur. 3 barlıq bunun üçün yetərlidir. Çünki əgər bu da olmasaydı, söndürməsəydi, heç olmasa o klapandan buxar çıxmalıydı. Burada təzyiq olmamalıydı. Deşilməməlidir də bu nədir? Qazan deşilməməlidir. Və yəqin ki, o buxar zad çıxarkən səs-küy salacaqdı və ev sahibi də gəlib söndürəcəkdi bunu. Bu klapanı da qoymaq hər ehtimala qarşı məncə məsləhətdir. Sağ olun, bu qədər. Salamat qalın, işiniz avan olsun.